Dedi ki, 19-cu əsrdə Azərbaycanda neft sənayesi ilə paralel digər sənaye sahələrində inkişaf etməyə başlayırdı. Bunlar hansılar olacaqdı? Dağ mədən sənayesi olacaqdı. Dağ mədən sənayesi ilə paraleldə kənd təsərrüfatının digər sahələri, ipəkçilik olacaqdı, yürüyüş sənaye olacaqdı. Yəni bunlar olacaqdı. Dağ mədən sənayesinə baxdığımızda, dağ mədən sənayesini 1855-ci ildə Gədəbəydə yerli kapitalistlər tərəfindən ilk bilinən belə deyək də Gədəbəy sənaye zavodu açılacaqdı. Lakin sonraki dövrlərdə 1865-ci ildə Siemens qardaşları Gədəbəy mis əritmə zavodunu yerli kapitalistlərdən satın alacaqdılar və satın aldıqdan sonra bunlar başlayacaqdılar buranın kapital qurmağa. Neft sənayesi kimi dağ mədən sənayesi də xarici kapitalistlər hesabına inkişaf eləyəcəkdi. 65-ci ildə Gədəbəy mis əritmə zavodunu açılacaqdı. 1883-cü ildə isə Qalakənd mis saflaşdırma zavodunun da fəaliyyətə başlayacaqdı. Qalakəndlə Gədəbəy mis əritmə zavodu arasında dəmir yolları çəkiləcək ki, bu da yüklərin daşınmasında çox böyük bir töhfə veriləcəkdi. 19-cu əsrdə dağ mədən sənayesi inkişafından paraleldə digər sahələrdə inkişaf edəcəkdi. Burada ipəkçilik əsas rol oynayacaqdı. 1861-ci ildə Rus kapitalistlər tərəfindən Şəkidə ipək fabriki açılacaqdı. Bu, Cənubi Qafqazda Rusiyanın ən böyük ipək fabriki hesab olunacaqdı. Muzda əmək tətbiq olunacaqdı. Bir növ belə deyək də, ən böyük ipək sarayan zavodlar da burada istifadə veriləcəkdi. Sənaye digər sahələrə baxdığımızda burada pambıq təmizləmə zavodları da görəcəyik. Pambıqçılıq da inkişaf edirdi. Pambıq təmizləmə adətən İrəvan və Naxçıvan bölgəsində daha çox pambıqçılıq inkişaf edəcəkdi və pambıq elə təsadüfi hal deyil ki, pambıq təmizləmə zavodu, ilk pambıq təmizləmə zavodu Naxçıvanda istifadəyə verilmişdi. Üzümçülük də inkişaf eləmişdi, şərabçılıq da inkişaf eləmişdi. Lakin 19-cu əsrin ikinci yarısında istər ilk şərab, daha çox şərab zavodlarına, pambıq təmizləmə zavodları Bakı və Gəncədə bir növ fəaliyyət göstərəcəkdi. 19-cu əsrin ikinci yarısında dedik ki, ipək dedik, pambıq dedik, sonra üzümçülük dedik. Bununla paraleldə həmçinin belə deyək də veriləcək tütünçülük. Tütünçülük də 19-cu əsrin ikinci yarısında inkişaf edən sahə olacaqdı. Burada da belə deyək də ilk tütün fabriki Şəkidə idi, lakin 19-cu əsrin sonlarında Bakı və Gəncədə daha çox tütün fabrikləri istifadəyə veriləcəkdi. Bu dövrdə həmçinin Azərbaycanda yol nəqliyyatı və dəmir yollarının istifadə məsələsi burada yenidən qurma prosesləri başlayacaq 19-cu əsrin ikinci yarısında. 1883-cü ildə Bakı-Tiflis dəmir yol xətti çəkiləcəkdir. Bir də 28-də bu görürsüz dəmir yol vağzalı istifadəyə veriləcəkdir. Bakı-Tiflis dəmir yol xəttinin çəkilməsi ilə Azərbaycan Tiflisə, Batuma, oradan da Qaradənizə çıxış əldə edəcəkdir. 1900-cü ildə isə Bakı-Maxaçqala dəmir yol xətti çəkiləcəkdir. Bundan da Azərbaycan Ümumi-Rusiya dəmir yol xəttinə qoşulacaqdır. Həmçinin 19-cu əsrin 60-cı illərində teleqraf xətləri çəkiləcəkdir. Bakı, Tiflis, Naxçıvan, Gəncə, İrəvan arasında 1886-cı ildə mərkəzləşmiş telefon stansiyası istifadəyə veriləcək. Bu dövrdə Azərbaycanın ən böyük şəhərləri demək olar ki, biri də Bakı idi. Bakının işıqlandırılması mühüm vasitədir. 19-cu əsrin sonlarında Qafqaz və Merkuri Cəmiyyəti adlı bir şirkət yaranacaq və bu şirkət Bakının işıqlandırılmasını öz öhdəsinə götürəcəkdir. Həmçinin Bakıda yarmarkalar keçirməyə başlanacaqdır. Həmçinin birjalar fəaliyyət göstərəcəkdir. İlk banklar fəaliyyət göstərəcək. Çünki artıq sənaye şəhəridir və burada birjaların fəaliyyət göstərməsi və bankların fəaliyyət göstərməsi artıq getdikcə artacaqdır. Sənayecilərin əsas mərkəz şəhəri hesab olunacaqdır. Azərbaycan milli burjuaziyası bu dövrdə çox böyük bir fəaliyyət göstərəcəkdir. Azərbaycan milli burjuaziyası Hacətün Tağıyev idi, Musa Nağıyev idi, Şəmsi Əsədullayev idi, bir də Murtuza Muxtarov idi. Bunlar içərisində Tağıyev xüsusi rol oynayacaqdı. Tağıyev Azərbaycanda bir çox qəzetlərin maliyyələşdirilməsində, gənclərin təhsil almasında, qız məktəbinin açılmasına əsas rol oynayan bir şəxs olmuşdur. Həmçinin bununla paraleldə 1900-cü ildə Bakının Əhmədli qəsəbəsində toxuculuq fabriki istifadəyə veriləcəkdir. Bu toxuculuq fabriki ilk dəfə Çar Rusiyasının müstəmləkə siyasətinə
ilk zərbə vuran toxucu fabrik. Necə ki, biz deyirdik ki, Rusiya Azərbaycanı xam mal mənbəyi və hazır satış bazarı kimi görür. Yəni xam mal mənbəyi deyəndə Azərbaycandan məhsulu götürürdü, daşıyırdı, apardı Rusiyada. Rusiyada onun məhsulu xam malın məhsula çevirirdi. Məsələn, ipəyi çevirirdi parçaya, pambığı çevirirdi paltara, nə bilim falan beşməkan. Yəni bunları və s. Yəni bunları təzədən gətirib Azərbaycan bazarına satacaqdı. Amma Tağıyevin 1900-cü ildə açılan toxuculuq fabriki ilk dəfə olaraq ölkə daxilində hazır xam malı məhsula çevirərək ölkə daxilində satışa başlayır. Bu isə Rusiyanın iqtisadi müstəmləkə siyasətinə böyük zərbə hesab ediləcəkdir. Bu da sizin dərsiniz.